Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibəti ilə tədbir keçirildi. Diqqətə çatdırıldı ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətini yüksəldilməsi məqsədi ilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub. Binada əməkdaşların rahat, funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, habelə 125 nəfərlik aqsalı yeməkxana yaradılıb. Daha sonra yeni aqsalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş tədbir baş tutdu. Açılış nitqi ilə çıxış edən baş prokuror Kamran Əliyev Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin yalnız siyasətçi olaraq deyil, bir xalqın taleyini dəyişən və dövlətin memarı olan bir lider kimi xatırlanmasının əhəmiyyətini vurğuladı. Baş prokuror yeni şəraitin peşəkarlığın və iş potensialının artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişə səbəb olacağını vurğuladı. Ümumiyyətlə qeyd edim ki, son zamanlar prokurorluğun maddi texniki bazasının yüksəldilməsi, prokurorluq əməkdaşlarının rifahının yaxşılaşdırılması üçün kifayət qədər Cənab Prezident tərəfindən, onun rəhbərliyi ilə bizlər tərəfindən kifayət qədər uğurlu addımlar atılmışdır. Yalnız son zaman 6 ay ərzində mən qeyd edim ki, Bakı şəhərində səhv etmirəmsə bu 4-cü artıq binanın açılışıdır. Biz 2024-cü ildə Nərimanov, sentyabr ayında Nərimanov rayon prokurorluğunun açılışını, sonra bu il deməli həm Pirallahı, sonra təxminən bir 10 gün bundan əvvəl Nəsimi rayon prokurorluğunun açılışını və bu gün də bu binanın açılışı və növbəti bizim səhv etmirəmsə Binəqədi rayon prokurorluğunun da binası artıq hazırlanmaq üzrədir. Yəqin ki, bu yaxın vaxtlarda onun da açılışını qeyd edəcəyik. Daha sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqilliyini möhkəmləndirildiyini, dövlətçiliyin əsaslarının qoyulduğunu və hüquqi dövlət quruculuğunun təməlinin atıldığını vurğuladı. O vaxt xalqımız Heydər Əliyevə müraciət edir, Heydər Əliyev ölkənin rəhbərliyinə gəlir və tarixi prizma baxımından çox qısa vaxt ərzində bütün bu neqativlər və gündəlikdə olan problemlər gündəlikdən çıxır, Azərbaycanda sabitlik yaranır, inkişaf başlayır və bir gündə Azərbaycan dünyada qəbul olunur və dünyanın ictimai-siyasi sistemində əhəmiyyətli yer tutur və bunun Heydər Əliyevin siyasətinin nəticəsi kimi qəbul olunmalıdır. Bakı şəhər prokuroru Elşan Abbasov isə çıxışında Ulu Öndərin hüquqi dövlət quruculuğundakı rolunu qeyd etdi. Həmçinin Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı ilə bağlı məmnunluğunu qeyd etdi. Yeni ən müasir tələblərə cavab verən yeni korpusun açılışında əməkdaşlarımızın iş keyfiyyətinə müsbət təsir göstərməsi, cinayətkarlara qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması yüksək səviyyədə həyata keçiriləcəkdir və bu binanın açılışının əlamətdar olması eyni zamanda onunla qeyd etmək istərdim ki, binamızın açılışı Ulu Öndər Ümumi liderimiz Heydər Əliyevin 102-ci anadan olmasının 102-ci il dönümünə təsadüf edir. Daha sonra Xalqın Adamı adlı sənədli film nümayiş olundu.